əziz dostlar, bugünkü poeziya və musiqi məclisimizə xoş gəlmişsiniz.
axşamını açıq elan etmək üçün söz verilir Xəzər Universitetinin rektoru Raziyə xanım İsayevaya. Əziz kollegalar, xoş gördük hər birinizi və Aynur xanım dedi ki, qonaq yoxdur əslində. Məqsəd elə bundan ibarət idi ki, biz xeyli zamandır gərgin işləyirik. Hər gün demək olar ki, çox hallarda 12-13 saat hər birimiz burada çalışırıq. Son zamanlar etdiyimiz tədbirlər daha çox kənar auditoriyalar üçün idi. Və bunu da açıq elan edirdik ki, bu kənar auditoriyalar üçün idi. Amma səfərlərimiz oldu, burada tədbirlərimiz oldu və belə bir qısqanclıq da hərdən bir yaranır ki, bəs biz özümüz elə düşündük ki, bu il Xəzər Universitetinin 35 illiyi tamam olur, bilirsiniz, ona silsilə tədbirlər hazırlanıbdır. Ona bir nöqtə onun üçün məşq etmək üçün bir araya gələk. Amma əsas səbəbkar sözsüz ki, Hamlet müəllimdir. Hamlet müəllimin şeirlərinə, bu şeirlərinin poeziyasını dinləyəcək və onun şeirlərinə həsr olmuş mahnıları dinləyəcək. Dedik ki, öz kollektivimiz bir araya gəlib, səmimi bir ortam yaradaq və çoxdan darıxdığımız həzin musiqiləri dinləyək, çoxdan darıxdığımız o poeziyalara, şeirlərə qulaq asaq. Odur ki, Dillər və Ədəbiyyatlar Departamentini və Musiqi və İncəsənət Departamentini bir araya gəlib, belə bir qərar verdik ki, bugün yığışaq və bunun bu ortamda, səmimi dediyim kimi ortamda bunu canlandıraq. Mən çox uzun danışmayayım, mən nə ədəbiyyatçıyam, nə musiqiçiyəm. Odur ki, sözü və meydanı hər iki departamentə verirəm və hər birinizə gəldiyiniz üçün təşəkkür edirəm. İnanıram ki, bugün zövq alacağıq və dediyim kimi musiqidən və poeziyadan zövq alıb belə bir səmimi ortamda hər birimiz dincələrik. Sağ olun. Hörmətli Raziyə xanım, təşəkkür edirik. Musiqi və poeziya bizimlə ayrı-ayrı dillərdə danışsalar da, musiqi də, poeziya da insanın mənəviyyatına təsir göstərən ifadə vasitələrindən ən əhəmiyyətlisidir. Hamlet İsaxanlı şeirlərinin birində musiqidir qoca dünya başdan başa söylüyor. Musiqini ruhun, xəyalların sərkərdəsi, haqqın, eşqin, qəlbin səsi adlandırır. Onun poeziyası arzuların, sevincin, kədərin, məhəbbətin əbədi kərvanıdır. Bu kərvan uca sıldırımlı qayaların arasından xəyalı qanadlandıran yollardan keçib gəlmişdir. Kərvan keçir. Musiqisi Cavanşir Quliyevindir. İfa edir Məhsəti Cabbarova.
salam olsun o ehvalı duyana. Ömür keçir dağlarla yan yana. Salam olsun o ehvalı duyana. Ömür keçir dağlarla yan yana. Salam olsun bu ehvalı duyana. Hamlet İsa'xanlının poeziyası onun xarakterinə çox oxşuyur. Təbii və məğrur, milli və bəşəri. Daha doğrusu, Hamlet İsa'xanlı şeiri, taleyi və şəxsiyyəti bütövlük təşkil edən şairlərdəndir. Onun poetik mənnin gücü təbiiliyində və əsilliyindədir. Bu poeziyada süni və qeyri-təbii heç nə yoxdur. Gerçəklikdən alınan süjet, ürəkdən axıb gələn poetik his, özünə məxsus fərdi ovqat poetik amala çevrilir. Gülşalə xanım deyirdim ki, şeiri ilə bizi duyğuların dərinliyinə aparacaq. Təşəkkür edirəm. Deyirdim ki, bən insan aramıza girə bilməz. Mən aşiq, sən əhli halsan. Sevəcək, sevgi ölməz. Deyirdim ki, harda olsam, mən sağ olsam, sən çağırsan, uça-uça gələcəyəm. Deyirdim ki, mən öləndə, sənsizlikdən öləcəyəm. Həyat yamanca dəyişdi. Əlimdə ağlayır qələm. Bilirəm ki, o behişti bir daha görən deyiləm. Yaralanıb könül quşum, bağlanıbdı bəndi bərəm, başımda qalmayıb uşum, çağırsan da gələnmərəm. Sevgidən doğan sözlər də bir zaman ölə bilərmiş, açılmayır sildilərdə. Dünya nə qəribə yermiş, dünya nə qəribə. İnsan taleyinin enişli yoxuşlu yolları musiqidə öz əksini tapır. Musiqi tərcümandır, bir çox dərdlərin tərcümanı. İnsanın mənəvi aləmini, onun sevincini və kədərini, arzu və düşüncələrini, həyat uğrunda mübarizəsini səslər vasitəsilə əks etdirən sənətdir. Fələyin işi, musiqisi Sevda İbrahimovanındır. İfa edir Rauf Məmmədzadə. Günümden bezip kaçsam, yok olsam ilim ilim. Bu günümden bezip kaçsam, yok olsam ilim ilim. Dünyanın o başında da benimle bir iskirim. Dünya
dünya, tarih, zaman hakkında öz poetik duyguları ve düşünceler alemi olan şairdir. Zaman onun poeziyasında en büyük hakim, en sessiz şahittir. İlke Hanım'ın ifasında zaman şiirini dinleyek. Zaman necə sünkərdi. Göydə lopa qar yağardı, içində sönməz od vardı. O zaman uzundu yollar, yol boyunca gəzər duyar, ayaq gəzər, göz süzər, könül hər şeyi bəzərdi. Elə ki axşam düşərdi, itlər hirslənib bürüşərdi. Sevgililer karanlıkta bir anlığa görüşer. Gözler həsrətlə baxardı, damarlarda eşq ağardı. Nağılların dünyası da dadlıydı, atlıydı, atları qanadlı. Söz söhbət təsirliydi, həyat necə sirliydi. Əridi, qarlar əridi, ətrafı duman bürüdü. İtlər yamanca kilidi, itlər daha hirsli deyil. Dolaşırlar, bil. Bugünüm dünəni qaldı, içim, ruhum alovlandı. Ateş külüyə başdı. Alova düştü karşı. Zaman mənə diş qıcadı. O zalimdi, yırtıcıdı. Zamanın hükmü ağırdı. İçimi üşütme sardı. Saçlarım yaman ağardı. Saçlarım yaman ağardı. Gəlin etiraf edək ki, rəqs duyğuların, könüllərdən könüllərə qopan səsin sözsüz ifadəsidir. Can demişəm.
zülmət qəribə bir vəhdət yaradır. Şairə görə insan ömrü, onun dramatik mürəkkəbliyi elə təbiətdəki rənglərin harmoniyasından ibarətdir. Təbiət, Hamlet İsaxanlının poeziyasının əbədi ilham mənbəyidir. Bütün bunlar şairin kövrək dünyasında həssaslıqla, yaşantılarla qələmə alınmışdır. Mədinə xanımı Çiçəkli Çəmən şeirini ifa etməsi üçün səhnəyə dəvət edirik. Ruhumu titrəkli çiçəkli çəmən, gözəllik önündə lan vurdum. Az qala huşumu itirirəm mən. Gəlin əl-əlinik, gözələ sevgilim. Əyildim otlara, diz üstə çöktüm. Güllərin ətrini içində çəkdim. Günəş də pirini çəmənə sərdi. Daha nə möcüzə istəyəcək? Yeridim meşələr, dağlar arası. Mih əsdi, yarpaqlar səs-səsə verdi. Bəlkə məlhəm tapa könül yarası, üşümüş qəlbimdə bir ot gözərdi. Ağaclar boy atıb çiyin-çiyinə, göydə quşlar, yerdə sular oynayır. Duyğular coşduqca qabarır sinəm. Sinəmdə nə varsa, de gəlsin şair. Sevdadan alışdı yandı gözlərim. Şükür, göz qapağı dadıma çatdı. Yumdum gözlərimi, ey ilham mənim. Səni də gözləyib, sevgi yarattı. Burada eşqə düşdü qoca bir şair. Yaşa məhəl qoymur böyük sevgilər. Böyük xatirələr uzun yaşayır. Onları boynunda hiss edirlər. Nə qədər ki sağam, canımda can var. Mihrabı olacaq çiçəklər, otlar. Qəlbimdə hüdudsuz bir həyəcan var. Rüya mı? Xəyal mı? Nədir bu hüsam? Pərvaz edən könül muradına çat. Dağlar darda qalıbdı. Musiqisi Cavanşir Quliyevindir. İfa edin Məhsəti Cabbarova. Aşık arda kaldım.
Mesut etmiyor beni, kederim olur beni. Tanrım senden ricam var, teze de yorur beni. Tanrım senden ricam var, teze de yorur beni. Tanrım şikayettir, karayım azizdir. Tanrım şikayettir, karayım azizdir. Tezeden de kaynama, derdim özüme bezdir. Tezeden de kaynama, derdim özüme bezdir. Derdim özüme bezdir. Onun şiirləri insan qəlbinin dərinliklərindən süzülüb gəlir. Ulaq suyu kimi təmiz, lüzumsuz təfərrüatdan, gərəksiz ricətlərdən uzaq duyğu ilə, hissiyatla süzülür. Bu şeirlərdəki məntiqi mühakimə yeni poetik məzmunun yaranmasına səbəb olur. Heç zaman fikri uzatmır, dəbdəbədən qaçır. Fərqanə xanımın təqdimatında ya sən, ya heç. Sevgilim tək, eşqim birdir. Ağlımla könlüm əlbirdir. Ya sən, ya heç. Vurğun könül hər gün bir hava çalmaz ki. Deyirlər ki, mənalı həyat yolu seç. Sevgisiz həyat olmaz ki. Ya sən, ya heç. Aşiq sevər əsli kimi, kərəm təki. Əvvəlcədən bilsəm də ki, bu yolun sonu yanıq kərəmdir. Yenə də geri çəkilmərəm. Düşünərəm bu məhəbbət, yəqin Tanrının əmridir. Nəysə, günahımdan keç. Fikrim, niyyətim qətidir. Ya sən, ya heç. Əlimdəki bir aşiqin qələmidir. Bu qələmə ilham verən bir dəli eşq aləmidir. Biz yazırıq, yaradırıq, sətir-sətir. Bu yandan da vərəq-vərəq, ömür bitir. Nə etməli? Bu, bəşərin xilqətidir. Hər nə qədər olsa da gec, sözüm bir, fikrim qətidir. Ya sən, ya heç. Hamlet İsa xanımın poeziyasının ən üstün məziyyətlərindən biri səmimiyyətdir. Həyata, insanlara, eləcə də keçmişə və gələcəyə səmimiyyət. Hisslərin səmimiliyi, poetik formanın gözəlliyi heyrətamiz şəkildə onun şeirlərini aşıq musiqisi ilə çulğalaşdırır. Milli musiqimizin ruhunu aşıq sənəti ilə yaşadan Aşıq Ramili səhnəyə dəvət edir. Çok sağ olun, teşekkür ederim. Bana söz verdiğiniz için. Əlbəttə, Hamlet Saxanın yaradıcılığı həqiqətən də çox zəngindir. Belə deyək ki, mən icazənizlə bir qısa olsa danışım. Birisi də aşıqlar xoşdur danışmaq. Hamlet Saxanın yaradıcılığı sözün əsli mənasında tam bir-birini tamamlayan bir poeziyadır. Nə baxımdan? Çünkü böyük şairlərimiz oldu və bu gün də var, yazıb yaradan şairlərimiz. Biz onları oxuyuruq, bəzən halda oxuduğumuz şairin bu yazdığı poetik düşüncələr üst-üstə düşür. Yəni, nə şəxsiyyəti, nə insanlığı bir-birini tamamlanır. Hamletin adı
xoşbəxt şairlərimizdən, xoşbəxt ziyalılarımızdandır ki, onun yazdığı şeirləri oxuyanda tam biz Hamid Səxanlının səmrətini, onun insanlığını və şəxsiyyətini görə bilirik. Şair üçün məncə bu çox vacib məsələdir. Əlbəttə ki, şairin özündən asılıdır, bu Allahın verdiyi bir qismətdir ki, o hər insanda üstə düşünür. Biz xoşbəxt insanlar ki, bu günləri Hamid Məlik kimi böyük şairimizin, böyük ziyarımızın dövründə, zamanında yaşayır və hətta ondan təmasda oluruq. Bu bizim üçün çox böyük, necə deyənlər, qürurdur, xoşdur, Allah sizə ömür versin. Odur ki, elə bu sözlərin hamısının yekununda öz şeirinlə sağ üstə desək daha tamam olar.
şeir demək istəyənlər var. Sözü veririk Xəzərlə həmyaşıd olan əməkdaşımız Firəngiz xanıma. Niye? Könlümüz açıldı ben gören kimi. Doğrudan da 35 yıl büyük ömürdü. Sizin gibi biz de genciydik. Çoklu işler görmüştük, çoklu şeyler görmüştük. Gənciydi, çoxlu şeylər eləmişdik. Yaxşı şeyler idi. Çok güzel. Yaxşı günler idi. Böyle toplantılar da lap Xəzər yarınlarından olur, ona göre de indi ben siz gençlerin ve elə ben genç, siz gençlerin karşısında çıkış edəndə ha vaxta qalmışıq, ne vaxta qaldı, amma ki yaxşı qalmışıq, elə deyil mi? Bilirsiniz, bak bu şeirlere kulak asanda, elə orada Kəmalə xanım da oturur, Lidə xanım da. O şeirlerin, siz təsəvvür edirsiniz ki, biz bu şeirlerin yaranmasının şahidiyik. Bu mahnıların yaranmasının şahidiyik. Biz Xəzəri vəsf edib oxuyardıq. Heç belə toplantılarımız da olmayanda özümüz bir çay stolu ətrafında oxuyardıq. İndi bax belə çox gözəl oxudunuz. Siz elə opera, balet, teatr, xorundan yaxşı oxuyursunuz. Çok güzel, böyle profesyonel. Hamid Mərmin görürsünüz də neçə kitablar çıxır. Onların biz təqdimatının şahidi olmuşuq. Mən bugün bilirsiniz, bilirsiniz ki, mən Hamid Mərmin əsərlərinin, şeirlərinin tərcüməçisi olmuşam. Və o şeirlər xaricdə də çap olunub. İlk dəfə heç yadımdan çıxmaz, Hamid Mərmin dedi ki, ilahiyyətlə əlaqədar onun Hacı oldu mübarək o şeiri çıxmışdı. Ona London'da çıxan First Magazine, orada çok güzel jurnaldı ve dediler ki oraya çapa hazırlamak lazımdı. O şiir tercüme olundu. Ama o tercümede böyle həmişə bilirsiniz, tərcümə vaxtı Hamlet müəllim də gözəl tərcüməçidir. İngilis dilini çox gözəl bilir. Ona göre de mən hərdən o adekvat olmayanda deyirdim ki, başım tapa bilmirəm, Hamlet müəllim kömək edildi. Bax belə. Onda deyirdi ki, yaxşı. Hərdən də yadınızda da Hamlet müəllim deyirdiniz ki, bəlkə bu sinonimi işlədək. Deyirdim, yox, deyin. O oldu olmaz çünkü orada ahenk kanunu düz gelmedi. Yalnız da derdim ki, yok burada cimriyetli samitler olsa artık bozular. Gerek ahenk kanunu olmalı. Böyle bak, böyle şiirler yaratırdı. Güzel eserler yaratırdı. Ama tercümeçi kimi, şimdi ben çok güzel okudu hanımlar, edebiyat departamentinin hanımları. Çok sağ olsunlar, belə də devam edin. Çok belə mən oturmuşum, ləzzət verir adama. Deyirəm, şeiri bax belə oxuyalım. Amma Hamid Mərmin, mən belə dedim, Rus dilindən çox gözəl tərcümələri var. Mən ərdən oxuyuram və belə, o sevir, Baradinski'dir, sonra Türkçev, Axmatova, bunlardan çox gözəl tərcümələr eləyib. İcazə verin, 2 tərcüməni mən sizə oxuyum. Bu kitabdadır, əgər istəsəniz, ona görə gətirmişəm, bu tərcümələr kitabı çox dəyərli kitabdır. Əgər istəsəniz götürüb oxuya bilərsiniz, ancaq ki, mən burada sadəcə olaraq 2 bəyəndiyim şeyi, hamısını bəyənirəm, amma 2 şeyi oxuyacağım sizə üçün. Biri Axmatovanın şiiridir. Настоящую нежность не спутаешь ничем. Настоящую нежность
чем. И она тиха. Ты напрасно бережно кутаешь мне плечи и грудь меха. И напрасно слова покорные говоришь о первой любви. Как я знаю эти упорные, несытые взгляды твои. Azerbaycan dilinde Hamlet Meryem'in tercümesi. Terbiye zəriflik gelmez ölçüye. Sessizdir. Hiç ne ile karışıp düşmez. Nahak zəhmət çekip düşüpsen küye, çiğnime sineme dolayırsan xəz. Əbəsdir. Bu ilk sevgiye həsr edirsən hoş sözler. Az qalır ki məni yesin o inatçı doymaz gözler. Bu Ahmedova'nın şiiri. Ama ikinci şiiri okuyanda bileceksiniz ki doğrudan da Hamlet İsahamlı sevgi şairidir. Şimdi görün o sevgini nece burada tercüme edeyim. Bu Robert Herrick'in şiiri değil. 1591-1674 yılda yaşayıp yaratmış Robert Herrick. Şimdi diyeceksiniz ki onu ağırdan taptım, çıkardım, ayfrayımız. Burada Diyanema kimiydi? Hamlet Meryem, ben hiç başa düşmedim. Bu Diyanema kimiydi? Tut Diyanema. Onu birce bilmem, belki diyersiniz sonra. İngilizcesinden. Give me one kiss and no more. If so be, this makes you poor. To enrich you, I'll restore for that one 2,000 score. 2,000 score. Şimdi Azerbaycan dilinde görün Hamlet Meryem'in tercümesinde ama dikkatle bulamazsın ha, lezzet verecek. Ay, bana bir busa ver. Bana bir busa versen, bəsimdir. Belki de sen bundan kasıp düşeceksen, korkma, nazlı nigarım, çok tez zenginleşersen. Ben hazıram ki günde birinin əvəzinə, sənə ey nazlı yarım, min bir busə qaytarım. Çok sağ ol, çok sağ ol. Yanağı al kırmızıdır, göğde yazılmış yazıdır. Allah'ın doğma kızıdır, əhsən o məhcəmala. Lalə rəqsi təqdim olunur. Çok tek dikenli parladı güzel.
ifasında küçələrlə su sərpmişəm dinləyəcəyik. Eğer beni heç vaxtı bir saat açıq hadisində oluyor, bir nəfər deyirəm, mən getməliyəm, mütləq bu aşıqlara qolasın. Diyorum, hamıyla bunlardan danışılır, bunlar neyini yerinə çalınır, oxuyur orada. Aşıq da mənim kimi dındırın salı köylüyür. Köylüyü qutarından sonra deyir, hörməti məzusuzlar, sizin üçün nə yefə gedir, mən çalım, dəndi qadınlarına çalışsansa bəyək kəmal çalım. Birdən belə sifariş gəldi ki, Dilbər xanım dedi, bəs deməzsən, gərək ki, nə mən dindim, nə sən dindim. Oxuyasan, hələ bir maxim ki, kifayətlə olması deyil, baş üstə. Yəni, özləri qoşulacaqdır, buna verəcəmiz. Sifariş qəbul olunur da yəni. Bəli, bəli, nə sifarişimiz varsa da olunur.
ne Bayılırdık işvelerden, ayrılırdık erdemlerden, unutulmaz o günlerden. Ne ben öldüm, ne sen. Kulak sustu, göz ağladı, payız kışı solakladı, şahtı vurdu, buz bağladı. Ne ben oldum, ne sen oldun. Hasret min yıl boyun vurdu. Kim el kalktı, kim buyurdu? Keder cumdu, oldu. Ne ben yedim, ne sen yedin. Canımızı hasret üzdü. Ayrılıklar ölçüsüzdü. Bilmem yürek nece dözdü. Ne ben kandım, ne sen kandın. Çek felek etti heta, vicdandan olurdu eta, yekədilenmiş boşa ata, ne ben bildim, ne sen bildin. Kölge çöktü gözümüze, külelendi yüzümüze, benzemedik özümüze. Ne mendim, ne sen, ne sen. Ben senaryo dahil değilim.
yaşlı ağacın altı bizim. Yaz gəldi. Baş üstə. Rəqs eləyən burada, hamı elə rəqs eləyən burada. Onu gəlir, onda siz İngilis də deyərsiniz. Kesin aşağı var. Alem sirdir, qala qala. Oxuyur varaq-varaq. Təbiətdə ahəngə bax. O dansan da bu ziyadan. Baş açmadım bu dünyada.
sığınan böyür, hakkı danan öylü, başa keçir yalan, nadan, baş açmadım bu dünyada. Ey hayat, hemdemimsen, hemdemimsen, hemdemimsen. Çok düşündüm, ne sen, kimsen. Baş açmadım bu dünyada, baş açmadım bu dünyada.
gördüyü hamımızı mən allarım gəlmişəm bura. Çünki bizlər ki, belə eləmək bir şehir sənət mühəndisi olacaq, şehirlər deyiləcək belə. Nə yaxşı belə, amma bunun bir hissəsi ən azı mənə aidimiz çox təşəkkür edirəm, çox sağ olun. Yəni, mən xoşbəxtəm ki, bu sevgi iki tərəflidir. Çünki mənim sizi sevdiyimə buna şübhə yoxdur. Bunu belə deyək ki, gərək qəbul edəsiniz, aksiyonla kimi. Amma o yaxşıdır ki, şükür ki, məni də sevənlər var və siz varsınız. Siz inandınız, biz sizi sevdik. Bir yerdə biz bu yaxşı ağacın altında keyf çəkirik. Çox sağ olun. Musiqi poeziya üzərində quruldu bu gün. Həyatın ən gözəlliyi elə oradan ibarətdir. Çünki insan duyğu ilə doğrudur, hiss həyəcanla doğrudur. Məhz o duyğu, hiss həyəcana görə insan bir tərəfdən dünyanı dəyişmək üçün bir təbiət elmlərindən məşğul, mühəndisliklə, texnologiya ilə məşğul. Amma o bir tərəfdən tarix var, ədəbiyyat var, poeziya var, musiqi var, incəsənət var. Yəni bu iki qoşa qanaddır. Biri olmasa, o biri olmur. Bunun ikisi də qeyri-adi dərəcədə vacibdir. Və biz bugün əylənəndə, mahnı oxuyanda, rəqs edəndə, şənlik edəndə matematik ilə, fizik ilə, kimya ilə, yox musiqi ilə, ədəbiyyatla, tarixlə, bunlarla belə deyək ki, bu insani bəşəri hisslərlə yaşayırıq, bu çox gözəldir. Və elə şeirlər də o cür yaranır. Elə deyək ki, onun üçün ciddi bir, belə deyək ki, hatırlaşmırsanız, sadəcə həyatın gözəlliyinə bir reaksiya verirsə, əslində bu şeir, bu şeylər hissəyəcəm, uşaqlıqdan gələn şeydir. Bizim içimizdə uşaqların yaşamasıdır. Aslında məndə haradasa bir yerdə belə bir parça da var ki, yarılmasın, sağlıq onu. Deməli, bir gün günaha battım. İçimdəki sadə, təmiz, məclislərdə oxunmamış, başqa nəfəs toxunmamış şeirə bənzər misraları silkəliyib uyatdım. Sətir-sətir, cümlə-cümlə, qələmin də bəziyib çölə atdım, özümə iş yapdım. Musiqili qafiyəli sözünü kağıza köçürməkdən saxlamışdım özümü neçə kərə. Sözümü vurdum yerə, uydum sevdalı şeirə, bağışlayın, gücüm yox. O olasıydı, bu uşaqlıq sevgisidir. Yəni, bir tərəfdən insana deyirik ki, balaca çox böyüksən ki, bir şey edir, insan bir hissini, həyəcanını göstərəndə, bir çərçivədən çıxanda deyirlər ki, uşaqsan, sənə nə oldu? Amma nə gözəl ki, insanın içində uşaqlıq yaşayır. Uşaqlıq yaşayanda bu insanın bir növ ətrafa bir məhəbbət də olur. Çünki uşaq əksəriyyəti sevir. Uşaqda misal üçün nifrət olmur. O nifrət, o şeylər ondan sonra həyatda qazanılır, o gəlir. İnsanlar yavaş-yavaş deyirlər ki, dünyada pis şeylər də var, pis istisnalar da var. Amma uşaq o sevgi ilə yaşayır. Və o baxımdan mən çox şadım ki, bugün şəhəri girəndə bizim öz-özümə dedim ki, yəni mümkün deyil ki, Azərbaycanda başqa bir universitetdə dekanlar burada düzülsün, ya da kafedra müdürləri, şöbə müdürləri, yəni universiteti idarə edənlər özlərinə rahat-rahat xor oxuyurlar. Bu nə gözəllikdir, yəni insanın o səmbiliyi, o istər gələn hisslər, o formalizmə ehtiyac duyulur artıq. İnsan ağlına gəlmir ki, mən vəzifələrim, mən özümü dağıtım və elə. Bax, Xəzərdə belə bir mühit
nə yaxşı ki, yaranır. Düşünürəm ki, Xəzər eləyən elə budur. Çünki içində o duyğular, hisslər yaşamayan adamdan yaxşı alim də çıxmaz. Bir rəhbər də çıxmaz, bir işçi də çıxmaz. Bu, riyaziyyətdə o çox deyilən bir ifadə var, məşhur Karl Weierstrassın sözüdür, 19-cu əsrdə məşhur riyaziyyatçılardan bilir ki, bir qədər şair olmayan adamdan riyaziyyatçı çıxmaz. Ona görə sizə bu hisslərə görə, bu həyəcana görə, bu sevgiyə görə təşəkkür edirəm. Həmişə belə qalın, həmişə belə olun. Çünki yaş çox dəyişə bilir. Öyle sürətlə dəyişir, zaman da sürətlə dəyişir. Dünən biz uşaq idik. Biraz keçdik 2 saat gənc olduq. Biraz keçdik yetkin insan olduq. Biraz keçdik yaşlaşmağa başladıq. Yəni sürətlə olur. Amma dediyim kimi içimizdə o şəkildə yaşayırıqsa deməli əldən düşməmişik. Biz cəmiyyətin, şən cəmiyyətin üzvüyük, belə davam edəcək, belə davam edəcək. Çox sağ olun. Sadə insanlardan biriyik bizdir. Haqqa sığınanlar arasındayıq. Fəqət bir miskil var ürəyimizdə. Bilmirik ki, ömrüm harasındayıq. Bilirik ki, uşaq deyilik daha. Şərab da, dərman da içə bilirik. Ağzından ateşlər yanan əjdaha uşaq nağlıdır deyirik daha. Gerçəyi nağlıdan seçə bilirik. Bilirik ki, gəncliyi arkada qaldı. Zirvədən insək də fikir ucaldı. Talihinin hökmü də artıq bilindi. Ümidləri qurban verildi. Hələ sönməsə də gənclik alır, sürçür içimizi qiyamət qofu. Yaş üstə yaş gəlir bu qovqalığın sonu, geçirik olan bu sonu oynayır qara yer. Bilirik bunu. Bilirik ki, rüzgarın nə oldu. Pərəstiş etmirik sultana şaha. Allah qarşısında hamımız bilik. Əyilməzlik bizə gəlsə də baxa. Zamanın torunundan keçə bilirik. Hələ ki, gedirik yüzü sabaha. Hələ yükümüzü çəkə bilirik. Könül coşmaq istər. Meydanımızda sıyırla bilmirik köhnə qınlayıq. Ruhumuz bədəndə tutmuyor qərar. Biz iki sevdanın arasındayıq. Bir də bir miskil var ürəyimizdə. Bilmirik ki, ömrüm harasındayıq. Dedim mi hamısını, yoxsa qalırdı biz? Çox sağ olun. Alnımız açıq, surətimiz də, rəhmimiz də mənim, cürətimiz də, fəqət köyrəklik var şöhrətimizdir. Səbəb nə şeytandır, nə də ki cindir. Həyat bir dağladı ki, onu indi, gah yukarı qalxdı, gah yukarı. Musiqinin sehrini və rəqsin gözəlliyini birlikdə yaşadıq. Sizlərlə mən edim, Dillər və Ədəbiyyatlar Departamentinin müəllimi Aygül Qurbanova. Tədbirimizə qatıldığınız üçün təşəkkür edirik.